Salam əziz şagirdlərim, mən Riyaziyyat müəllimi Şəhla Əhmədova. Bugün sizə bərabərsizliklərdən irrasional hissəsi, yəni 6-cı başlıq 2025 test toplusundan 41 və 43-cü sualın izahını verəcəm. İzaha keçməzdən əvvəl onlayn dərslərdə iştirak etmək istəyirsinizsə, yorum hissəsinə yazın, sizə ətraflı məlumat göndərəcəm. Və kanalı bəyənib dəstək olsanız çox sevinərəm. Başlayaq izaha. Deməli 41-ci sualda belə bir bərabərsizlik verib və deyir ki, həll edin. Əvvəlcə mən bilirəm ki, bu bununla eyni mənaya gəlir və islah olur. Bəs hardan bildim? Uşaqlar, bu x kvadratı çıxılsın 7. Mən bunu çöldən kvadratını yazsam, görəcəm ki, elə x kvadratı minus 7-yə bərabər olacaq. Yəni bu 2 ilə kök gedəcək, x kvadrat çıx 7-yə bərabər olacaq. Ümumi formada sizə desəm ki, yuxarı əgər mən t desəm, yəni kökdəki ifadəyə mən buna bir t desəm, aşağıdakı artıq onun kvadrata yüksəldilmiş forması olduğuna görə t kvadratı olacaq. Bunu silək. Üstə gələk x-in kvadratı kiçik bərabərdir. 1 bölünsün. Mən bu kök ifadəyə nə demişdim? T. Plus 9. Buradan t ilə t kvadratının biri ixtisar gedir. Qalacaq yuxarıda 1 bölünsün t. Üstə gələk x-in kvadratı kiçik bərabərdir. 1 bölünsün t plus 9. Və 1 böl t hər tərəfdən islah gedir. Yerdə nə qaldı? X kvadratı kiçik bərabərdir 9. 9'u sol tərəfə atsam, olacaq x kvadratı çıx 9 kiçik bərabərdir 0. Vuruqlara dayirsam, x çıxılsın 3, x üstə gəlinsin 3, kiçik bərabərdir 0. Və burada kiçik bərabər 0 olduğuna görə elə intervallar üsulu ilə edəndə görəcəyik ki, -3 aralığına düşəcək. Və bir də bu -3 aralığına düşə bilər. Və görürsünüz ki, burada A deyə bir cavab da var. Amma bir də biz şərt verməliyik. Nəyə? Bu x kvadratı çıx 7. Baxın, bu kök 6 ifadə. Mən bilirəm ki, 0-dan böyük bərabər olmalıdır. Amma həmin ifadə məxrəcdə də kvadrata yüksəldilmiş forması var deyə və məxrəc 0 ala bilməz deyə məcburan böyükdür 0 götürəm. Yəni kök 6 ifadənin təyin oblastı olacaq. Buradan yazaq, x kvadratı çıxılsın 7, deməli böyükdür 0. Buradan da kvadrata yüksəltsəm, x kvadratı böyükdür 0, x kvadrat çıx 7, yəni böyükdür 0. Oradan da vuruqlara ayırsam, x minus kök 7, x plus kök 7 olacaq. Böyük bərabərdir, böyükdür 0. Böyükdür 0 olduğuna görə bunun deməli, intervallar üsulu ilə həlli nə olacaq? Mənfi sonsuzluqdan mənfi kök 7-yə birləşmə kök 7-dən müsbət sonsuzluğa. Və biz bayaq bir də nə almışdıq? Baxın bunu. İndi mən bunları gətirib bir ədəd oxu üstündə göstərsəm, olacaq. Bu misal biraz aşağı sürüntüdürüm. Deməli, olacaq belə. Ədəd oxumu çəkirəm. Birinci -3 ilə 3'ü göstərirəm. -3 düşsün bura, 3 də düşsün bura. Bu öz aralığındadır. Bir də göstərirəm ki, mənfi sonsuzluqdan mənfi kök 7-yə. Kök 7 təqribən 2 tam neçəsə deməkdir. Yəni 2 ilə 3'ün arasında bir ədəddir. Mənfi kök 7 hardasa düşəcək buralara və içi boş formada. Mənfi sonsuzluqdan mənfi kök 7-yə qədər. Bunu yazdıq. Müsbət kök 7 də yenə 3-dən kiçik olduğuna görə o da hardasa buralardan bir yerə düşəcək. Bu da müsbət kök 7-dir və bu da müsbət sonsuzluğa. İndi burada bunların ikisinin kəsişdiyi yer haradır? Bir buradır, bir də buradır. O zaman yazarıq ki, deməli, -3'ü alırdı, mənfi kök 7'ni almır, birləşmə. Yenə kök 7'ni almır, amma müsbət 3'ü alırdı. Deməli, -3'dən mənfi kök 7'yə, kök 7'dən müsbət 3'ə. Cavab variantı isə gördüyümüz kimi B variantı olacaq. Davam edək. Həmin başlıqda 43-cü sualla. Deməli, sual bizə yenə deyir ki, bərabərsizliyi həll edin. Uşaqlar, görürəm ki, bərabərsizliyin belə deyək, sol tərəfi də müsbətdir.
Baxın, kök altı 2-dən ifadə var. Təbii ki, orada müsbət bir ədəd olacaq və ədəd olduğuna görə görürəm ki, aydın şəkildə burada müsbətdir. O zaman mən bunu rahatlıqla kvadrata yüksəldə bilərəm. Kvadrata yüksəltsəm, yəni bu ifadənin bütövlükdə kvadratı, bir də 3-ün kvadratı. Birinci ifadəmin kvadratı hər bir həddən yüksəldəndə, yəni müxtəsər vurmaya görə açacağım. Bunu kvadrata yüksəldəndə, burasını kvadrata yüksəldəndə köklə kvadrat gedəcək, qalacaq x üstəgəl 3, aşağıda da x çıxılsın 3. Üstəgələk. Kvadrata yüksəldəndə o zaman ikinci həmlə nə idi? Birincinin ikinci, hasilinin 2 misli. 2 mislini buradan yazıram. Birinci ifadəm bunu x plus 3, x çıxılsın 3. İkinci ifadəmdəki 2 vurulsun, x çıxılsın 3. İkinci həddə bu idi. Və üstə gələk sonuncunun kvadratı. Sonuncunun kvadratı 2-nin kvadratı 4 edəcək. İfadənin də kvadratı kök gedəcək, qalacaq. X çıxılsın 3, x üstə gələk 3. Bu qaldı belə. Və böyükdür 3-ün kvadratı olacaq 9. Bu birincini burada yazdıq. Bu 2-ni 2-yə vuranda edəcək 4. Bu kök altında bunları bir kökdə yazanda x plus 3 dərdə ixtisar edəcək. X çıxılsın 3 dərdə ixtisar edəcək. Təkcə yəni orada qalacaq 4. Üstə gələk. Sonuncunu da yazıram. X plus 3 məxrəcdə, yuxarıda isə 4-ü surətə vururam. 4x çıxılsın 12. 9-u da atıram. Deməli sol tərəfə. Böyükdür 0. Burada bu 4 ilə də -9 aydın məsələdə də eləyəcək. Deməli -5. Yəni onu silib artıq yerinə -5-i yazaram. Məsələn, ifadəmiz qaldı bu formada. Ortaq məxrəcə gətirsəm, x çıxılsın 3, x üstə gələk 3. Birincinin deməli məxrəcində x çıxaq 3 var. O zaman x plus 3-ə vurmalıyam. Və surətdə x plus 3-ün kvadratı alındı. Bu 5-i isə hər ikisinə vuracam. Və sonuncunun isə məxrəcində x plus 3 var. O zaman biz minus 3-ə deməli vuracaq. Böyükdür 0. Surəti açsaq, birinci tərəf eləyəcək. X-in kvadratı üstə gələk 6x plus 9 çıxılsın. Bu x çıxaq 3, x plus 3, x kvadratı çıx 9-u verir də bizə. Müxtəsər vurmaya görə. Baxın, burada göstərim. X kvadratı çıx 9-u verir. 5-ə də vursam, olacaq 5x kvadratı. 5-i də 9-a vuranda plus 45. Üstə gələk. Bu 4x-i indi keçirəm sonuncuya. Bu 4x-i x-ə vuranda olacaq 4x kvadratı. 4x-i -3-ə vuranda olacaq -12x. Sonra indi keçirəm ikinci həddə. Bu -12-ni x-ə vuranda yenə çıxılsın 12x olacaq və -12-ni -3-ə vuranda plus 36 olacaq. Məxrəcimdə isə x çıxılsın 3, x plus 3 olduğu kimi qalsın və bu ifadə 0-dan böyük idi. İndi baxsaq, burada x kvadratı var. Burada 4x kvadratı var. Burada da 5x kvadratı var. Yəni x kvadratla 4x kvadratını toplayanda olacaq 5x kvadratı, mənfisi ilə də islah gedəcək. Qısaca x kvadratları getdi. Daha sonra 6 indi keçək deməli 6x, yəni x dərəcədən, birinci dərəcədən olanlara 6x -12x, bu da -12x. -24x eləyəcək. Üzərinə də 6x gələndə -18x eləyəcək. Yəni qısaca surətimdə hələ ki qalıb -18x. Ədədlərə də baxaq bir dənə. Müsbət 9-um var burada. Burada 45-im var. Edəcək deməli 54 və sonda da 36-ım var. O da edəcək 90 toplayanda. Surətdə deməli ifadəm oldu bu. Aşağıda isə x çıxılsın 3, x üstə gələk 3. Böyükdür 0. İndi bunların kökləri nədir? Sıfıra çevirən qiymətləri. Surət üçün -18x belə yazaq. -18x plus 90 bərabərdir 0-a. Buradan x edəcək. Deməli müsbət 5. Aşağıda isə x1 3, bir də x -3. İndi bunu adi formada intervallar üsulu ilə göstərək. Deməli -3 müsbət 3, müsbət 5. Və 5-dən böyük bir dənə ifadə versəm, məsələn, müsbət 100.
Müsbət 100 verəndə bura olacaq mənfi, bura olacaq müsbət, burada olacaq müsbət, mənfini də müsbətə böləndə mənfi və təkrarlanan kök olmadığı üçün elə ardıcıllıq gedəcək. Yəni bu formada. Bizdən isə sıfırdan böyük hissəni istəyir. Yəni mənfi sonsuzluqdan mənfi 3-ə, birləşmə 3 ilə 5. Bu qədər. Baxaq bu cavab C variantımız ödəyir. Belə uşaqlar, növbəti sizə maraqlı olan imtahana da az qalıb. Suallarınız varsa yorum hissədə bildirə bilərsiniz. Çalışdığım qədərilə cavablayacağım. Özünüzə yaxşı baxın. Hələlik növbəti izahlarda görüşərik.